O işim çoxdur. Amerikada çox işim çoxdur. Ona görə gələ bilmirəm. Amma bu dəfə gəldim. Skada, təzə skada eləyəcəyik. Bu Kirşi deyən kimi cəhənnəmə ki Fazil zadı. O Salayev, bəli. O yadında yadında qalıb. Sabunlamaq lazımdır. Öyle şeyler yadında qalıb. O rejissor idi bu Şamil Mahmudbekov. Görüşdü, Targovoy'da görüşdü. Məni dəvət elədim probaya. Ondan sonra birinci film o ne adı neydi? Torpaq Dəniz Ot Sama. Ondan sonra Şərif Çörək, Skripkanın sərgüzəşti. Şamil Mahmudbekov bütün o filmləri Şamil Mahmudbekov çəkdi. 8-9 yaşı vardı. Çəkiləndə. Bəli, bəli. Ah, nə deyə bilərəm? 50, indi 59 yaşım var. İndi yadında qalmayıb heç. Çox 50 yaş keçib. Şərəkli Çörək ən yaxşı filmdir. Bilməm niyə. Amma yadımda qalıb ki, bu İçəri şəhər, uşaqlar, bu hər şey ürəyimdə qaldı. Ürəyimdə qaldı. Çəkilişlər çətin idi yoxsa necə? O vaxtda çətin deyildi, uşaq idim. Hər şey naturalini gəlibdi. Uşaq kimi gəzirdim, qaçırdım, ağlayırdım, uşaq kimi idim. Məsələn, öyrədirdilər sizin çəkilmək lazımdır. Hayır, öyle gelmem. Ama Şamil Mahmud Bey bizden işlemişti. Bize başa salırdı necə iştirak eləmək lazımdı. Amma gelmeyipler. Fazil Salayev bu çörək yeyəndə Fazil Salayev'lə pendirlə çörək yeyəndə oturanda İçəri şəhərdə o epizod yadımda qalıb. Yox, oradan vaxtım yoxdur. Filmləri baxım. O qədər işim var, mühəndisəm. Gedirəm komandirovkaya, Bakıya, Avropaya, Amerikada. Sonda